Salam əziz və dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər. Bu günləri demin 3-cü qruplar üçün nəşr etdirdik. 20 sınaq test kitabçasından 6-cı sınağı Azərbaycan ən yeni dövrdə başlığı ilə olan sınağı izah edəcəm. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu tərzdə videoların və dərslərin davamını istəyirsinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Bir elanı nəzərə çatdırım ki, növbəti il üçün onlayn hazırlıq qeydiyyatı artıq başlayıb. Təbii ki, maraqlı olanlar kanalımda olan nömrə ilə əlaqə saxlaya bilərlər. Keçək sınağın izahına. Sual 1. Uyğunluğu müəyyən edin. Azərbaycan Respublikası 20-ci əsrdə daxili siyasət, xarici siyasət. Yəni 2000-ci ilə qədər baxaq görək hansı məsələlər burada öz əksini tapıb. Konstitusiya Məhkəməsinin yaradılması 1998-ci ildir. Bu aiddir 20-ci əsrdə daxili siyasətə. Senzuranın ləğv edilməsi, o da 1998-dir. O da aiddir daxili siyasətə. Prezident vəzifəsinin təsis edilməsi düzdür. Azərbaycanın daxili siyasətinə aiddir. Amma həmin prezident vəzifəsi təsis ediləndə 1990-cı ilin may ayında həmin vaxt Azərbaycan Respublikası Azərbaycan SSR idi, Respublika adlanmamışdı, müstəqilliyimiz də bərpa olmamışdı. Ona görə cavab olacaq burada 1AB. Xarici siyasət. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü Azərbaycanın seçilməsi 2011-ci ildir. Bu 21-ci əsrdir, 20-ci əsr deyil. NATO-nun sülhnaməyə tərəfdaşlıq proqramına Azərbaycan qoşulub 1994-cü ildə aiddir xarici siyasətə. Yeni Avropa üçün Paris xəritəsini Prezident Heydər Əliyev 1993-cü il dekabr ayında Fransada səfərdə olarkən imzalamışdır. Cavab olacaq 1AB, 2B ilə C. Yəni cavab oldu B variantı. İkinci sual. 2022-ci ildə baş vermiş hadisələri müəyyən edin. Azərbaycan ordusunun qisas əməliyyatı bəli 2022-ci ilin avqust ayının 3-4-üdür. Qarabağ Dirçəliş Fondunun yaradılması 2021-ci ildir. 2021-in yanvar ayı. Aid deyil. Güləbir su elektrik stansiyası 2021-in fevral ayıdır. Bu da aid deyil. Məcburi köçkünlərin Zəngilan Ağalı kəndinə köçməsi 2022-nin iyul ayındadır. Bu aiddir. Cavab oldu 1-4, yəni B variantı. Üçüncü sual. Azərbaycan tarixində 1-ci Respublika dövründən, yəni AXC dövründən, 1-ci Respublikamız AXC-dir. Fərqli olaraq 3-cü Respublika dövründə, yəni Azərbaycan Respublikası dövründə nə baş vermişdir? Gözümə elə 1-ci C variantı sataşdı. Elə 1-ci bunu vurdum seçsin. Biz bilirik ki, dəfələrlə demişəm ki, mən Azərbaycan Xalq Cumhuriyyəti dövründə, yəni AXC dövründə Azərbaycanda torpaq islahatı keçirilməyib və torpaqlar kəndlərə paylanmayıb. Torpaq məsələsi həll olunmayıb. Amma Azərbaycan Respublikası dövründə isə, bəli, bizim müasir Respublikamızda 1996-cı ildə keçirilən torpaq islahatı ilə torpaqlar kəndlərin mülkiyyətinə ödənişsiz keçmişdir. Ona görə cavab Azərbaycan Respublikası AXC-dən fərqi torpaq islahatının keçirilməsi və torpaqların kəndlərə pulsuz paylanmasıdır. Cavab oldu C variantı. Keçək 4-cü sualın izahına. Sual 4. Vətən müharibəsi dövründə ordumuzun hərbi əməliyyatları nəticəsində. Biz bilirik ki, Vətən müharibəsi 2020-ci ildə olub da, sentyabrın 27-sindən noyabrın 9-una qədər, noyabrın 10-una qədər hətta. Zəfər günümüz 8 noyabrda, amma müharibənin bitməsi noyabrın 10-una təsadüf edir. Keçilməz Ohanyan səddi məhv edildi, bəli, bu doğrudur. Azərbaycan ordusu həmin o mifi dağıtdı. Hadrut qəsəbəsi düşməndən tamamilə azad edildi, bəli, o da doğrudur. Vətən müharibəsi dövrünə aiddir. Tovuz əməliyyatı 2020-in iyula Tovuz döyüşlərinə aiddir, Vətən müharibəsinə aid deyil. Naxçıvanın bir sıra ərazi azad edilməsi bu Günnüt əməliyyatına aiddir. 2018-ci ilin mayın 20-27-si. Bu da aid deyil. Cavab oldu 1-2, yəni A variantı. Digər sualın izahına keçək. 5-ci sual. 21-ci əsrin Azərbaycan mədəniyyəti sahəsində baş vermiş yeniliklərə aid olmayanları müəyyən edin. 21-ci əsr. Bakıda Beynəlxalq Muğam Festivalı 2009-cu ildə keçirilib. Aiddir.
Aid olmayanları bizdən istəyir. Yəni bu aiddir deyə bunu çıxardırıq cavablardan. Tələbə qəbulu Dövlət Komissiyasının yaradılması 1992-ci ildir. Bu 21-ci əsrə aid deyil. Cavab bir dənə budur. Türksoyun yaradılması 1993-cü ildir. Bu da 21-ci əsrə aid deyil. Cavab bir dənə də budur. Cavab oldu B variantı 2 və 3. Elm haqqında qanun 2016-cı ildir. Birinci Avropa oyunları da 2015-ci ildə keçirilib. Bunlar da 21-ci əsrdir. Aid olmayanlar burada oldu. 2-3 B variantı. 6-cı sual. 2020-ci il Vətən müharibəsindən əvvəlki dövrə aid olmayan hadisənin müəyyən edin. Yəni Vətən müharibəsi, elə bir dənə hadisə tapmalıyıq ki, Vətən müharibəsindən əvvəl olmasın. Ya Vətən müharibəsi dövründə olsun, ya da ondan sonra olsun. Baxaq variantlara. Günlük əməliyyatı 2018-də keçirilib, may ayında. Vətən müharibəsindən əvvələ aiddir. Talış kəndi ətrafındakı yüksəlişlər aprel döyüşləri nəticəsində düşmənlərin təmizlənib. Bu da 2016-cı ildir. Vətən müharibəsindən əvvələ aiddir. Polat Həşimovun qəhrəmancası şəhid olması Tovuz döyüşlərinə aiddir. 2018. Bu da Vətən müharibəsindən əvvəldir. Lətəpə yüksəkliyi aprel döyüşləri nəticəsində düşməndən təmizlənib. 2016-cı il. Bu da müharibədən əvvələ aiddir. Kəlbəcərin Murovdağ yüksəkliyi 2020-ci il Vətən müharibəsi dövründə düşməndən təmizlənib, azad edilib. Belə müharibənin ilk günlərində. Ona görə cavab olacaq burada Y variantı. Bu Vətən müharibəsindən əvvələ aid deyil, Vətən müharibəsi dövrünə aiddir. Cavab oldu Y variantı. Keçək 7-ci sualın izahına. Sual 7. Heydər Əliyevin ikinci prezidentlik dövrü nə vaxt ikinci prezidentlik dövrü? 1998-2003. İlham Əliyevin ikinci prezidentlik dövrü 2008-2013. Venn diaqramı. Bakı Subsa neft kəmərinin istifadəyə verilməsi 1999-cu ildir. Qərb kəməridir. Bu, Heydər Əliyevin ikinci prezidentliyinə aiddir. Azərbaycan Respublikasının qoşulmama hərəkatına qoşulması 2011-dir. İlham Əliyevin ikinci prezidentliyinə aiddir. İlk bələdiyyə seçkiləri 1999-da keçirilib, dekabr ayında. Heydər Əliyevin ikinci prezidentliyinə aiddir. Dünya Azərbaycanların qurultayı, məsələn, birinci qurultay 2001-də keçirilib, Heydər Əliyevin ikinci prezidentliyinə aiddir. Üçüncü qurultay 2011-ci ildə keçirilib, İlham Əliyevin ikinci prezidentliyinə aiddir. Yəni, Azərbaycanların qurultayının keçirilməsi hər iki dövrdə ortaya gedir, yəni hər ikisinin ikinci prezidentliyinə aiddir. Konstitusiya əlavə dəyişikliklər. Konstitusiyaya bir dənə əlavə dəyişiklik edilib 2002-ci ildə, biri də edilib 2009-cu ildə. 2002-ci il Heydər Əliyevin ikinci prezidentliyi idi, 2009 İlham Əliyevin ikinci prezidentliyi. Demək, Y də ortaya gedir. Cavab oldu 1AC, 2B, 3DY. Yəni A variantı. O silək buradan. Keçək növbəti sualın izahına. Sual 8. Sual 8. 2021-ci il oktyabrında Azərbaycan və Türkiyə dövlət başçılarının açılış mərasimində iştirak etdikləri havalimanı Füzuli havalimanıdır. Füzuli oktyabr ayında. Füzuli havalimanında yerləşdiyi ərazi xəritədə istəyir. Füzuli burada 3-dür. Cavab oldu C variantı. Keçək 9-cu suala. Heydər Əliyevin Naxçıvanda Ali Məclisin sədri olduğu dövrə aid deyil. Yəni dövrdə baş verməmişdir. Heydər Əliyev Ali Məclisin sədri oldu Naxçıvanda 1991-in 3 sentyabrından 1993-ün 15 iyununa qədər. Sədərək Denizi körpüsü 92-ci ildə aiddir. İran İslam Respublikası danışıqlar 92-nin yayıdır. Bu da aiddir. Rusiya hərbi qüvvələrinin bölgəni tərk etməsi D variantda verilib. 92-nin avqust ayıdır. Yay ayıdır. Bu da aiddir. Yeni Azərbaycan Partisi 92-nin noyabrında yaradılıb. Bu da aiddir. Amma Naxçıvan Muxtar Respublikasının adından Sovet Sosialist sözünün çıxarılması 1990-cı ilin noyabrıdır. Düzdür, Heydər Əliyev həmin dövrdə Naxçıvanda idi. Deputat kimi fəaliyyət göstərirdi, amma onun Ali Sovetin sədri olduğu dövrə aiddir. Ona görə cavab oldu burada C variantı. 10-sa, cədvəldə hansı hadisənin yerləri dəyişilərsə, xronoloji ardıcıllıq düz olar. Azərbaycanda ölüm hökmünün ləğv edilməsi 1998-ci ildir. ATƏT-in Minsk qrupunun yaradılması 1994-cü ildir. Bakı Tbilisi Ceyhan neft kəməri çəkilməsi haqqında müqavilə 1999-da imzalanıb. Azərbaycan NATO-nun assosiativləşdirilmiş üzvlüyünə qəbul olunması isə 2002-ci ildir. Burada hansı xronoloji ardıcıllıq düz deyil? Yəni 1-lə 2-nin yeri düz deyil. 94-ü əvvələ qoymaq lazımdır, 98-i sonra. Ona görə cavab oldu burada C variantı. Yəni 1-2-nin yeri dəyişmək lazımdır.
Keçək digər sualın izahına. Sual 11. 2023-cü il 19-20 sentyabrda keçirilmiş antiterror əməliyyatlarına nəticəsində nə baş verdi? 1. Azərbaycan-İran sərhədində nəzarət tamamilə təmin edildi. Bu Ağbənd qəsəbəsi iləndir. Vətən müharibəsi dövrünə aiddir. 2020-ci ilin oktyabr ayının 22-sinə aiddir. Bunu buradan çıxırıq. Əskəran qəsəbəsi düşmənlərdən təmizləndi. Bəli, antiterror əməliyyatı nəticəsindədir. Daşaltı kəndinin düşmənin təmizlənməsi 5 noyabr 2020-ci il Vətən müharibəsinə aiddir. Bunu cavabdan çıxırıq. Bölgədə fəaliyyət göstərən xunta rejiminin məhv edilməsi, bəli, bu da antiterrora aiddir. Cavab oldu 2-4, yəni Y variantı. Sual 12. 2023-cü il sentyabr ayının 19-da erməni bölmələrinin terror aktı törətdiyi rayonu müəyyən edin. Onlar Şuşa istiqamətində terror aktı törətmişdilər. 5. Daha doğrusu 5 yox. 5 Şuşa deyil. 3. Şuşada, Xocavənddə terror aktı törətmişdilər. Və həmin terror aktı nəticəsində bir neçə polis əməkdaşımız şəhid olmuşdu. Məhz buna görə də antiterror əməliyyatları başladı və Azərbaycan ordusu düşməni tamamilə Qarabağdan silib çıxartdı. Cavab olacaq 3C variantı. 13-cü sual. 1992-ci ildə SSR-nin hərbi əmlakının bölünməsi haqqında müqavilə Daşkənddə imzalanıb, Özbəkistanda. Vətən müharibəsindən sonra Füzulidə məktəb başlayanda, Uluqbəy adından orta məktəb başlayanda Özbəkistan maliyyəsi iləndir, Özbəkistan Respublikasına aiddir. Demək, bizdən burada Özbəkistanı istəyir. C variantı cavab olacaq. 14-cü sual. İkinci Vətən müharibəsindən sonra, İkinci Qarabağ müharibəsindən sonra baş vermiş hadisə deyil. Türkiyə Respublikasına Şuşa bəyannaməsi 2021-in 15 iyununda imzalanıb. Bu Vətən müharibəsindən sonra aiddir. Şərur rayonunun Ağbulaq və Qızılqaya yüksəlişləri günlük əməliyyatı nəticəsində geri qaytarılıb. 2018-ci ilin demək, mayın 20-27-si. Bu Vətən müharibəsindən sonraki dövrdə baş verməyən hadisədir. Bu 2018-ci ilə aiddir. Cavab olacaq B variantı. Digərlərinə baxaq. Yaşad fondunun yaradılması 2020-in dekabrı Vətən müharibəsindən sonraya aiddir. Ağdamda Türkiyə-Rusiya monitorinq mərkəzi 2020-nin yanvarında açılıb. Bu da Vətən müharibəsindən sonra aiddir. Azərbaycan Respublikasının 14 iqtisadi bölgəsi 2021-ci ilin iyul ayının 7-sində İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Bu da Vətən müharibəsindən sonraki dövrə aiddir. Cavab oldu B variantı. Növbəti sualın izahına baxaq. 15-ci sual. Azərbaycan Respublikasının İslam Konfransı təşkilatına üzv olduğu ildə Azərbaycan Respublikası İslam Konfransına üzv olub 1991-ci ildə. Həmin ildə nə baş verib? Həmin ildə baş verən bir dənə hadisə burada verilib. Heydər Əliyevin Naxçıvan Ali Sovetinin sədri seçilməsi 1991-ci ilin sentyabr ayının 3-ünə aiddir. Cavab olacaq burada A variantı. 16-cı sual və 17-ci sual. Daha sonra baş vermişdir. Mehriban Əliyevin vitse-prezident seçilməsi 2017. Heydər Əliyev fondunun yaradılması 2004. Azərbaycanın qoşulma mərkəzinə üzv qəbul olunması 2011. İlham Əliyevin Aşbanın vitse-prezident seçilməsi 2003. Bakıda Dünya Azərbaycanların 3-cü qrupdan keçirilməsi 2011. Daha sonra baş verən hadisə 2017-ci il Mehriban Əliyevin birinci vitse-prezident seçilməsidir. A variantı. 17-ci sual. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərinin ikinci yarısına aid deyil. Yəni 1995-dən sonraya aid deyil. 95-dən əvvəli götürməliyik biz. İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi, prezident seçilməsi 1997-ci ildir. Konstitusiya Məhkəməsinin yaradılması 1998-ci ildir. Bunlar ikinci yarıdılar ha. Biri ikini öldürürük burada. Avtomatik olaraq cavab çıxır 4-5. Baxaq indi. Dövlət Neft Fondunun təsis edilməsi 1999-dur. Bu da ikinci yarıdır. Dövlət Gerbinin təsis edilməsi 1993-ün yanvarıdır. Bakı Tibis Ceyhan Neft Kəməri istismara verilməsi bu təbii ki 2006-cı ildir. Bu da ikinci yarıya aiddir. Cavab oldu 4-5, yəni D variantı. Keçək növbəti 18-ci sualın izahına. Görək bizdən 18-də nə istəyir? Qarabağ münaqişəsi. Birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi. Qarabağ mücüzəsi əməliyyatı ikinci Qarabağ müharibəsindədir. Bunu çıxartdıq buradan.
Horadiz qəsəbəsinin azad edilməsi Horadiz əməliyyatının nəticəsindədir 1994-ün yanvar ayında. Bu birinci Qarabağa aiddir. Ermənistanın Gədəbəy rayonunda yerləşən anklavı Başkəndin düşməndən təmizlənməsi 1992-ci avqustludur. Bu da birinci Qarabağ müharibəsinə aiddir. 1BC. Avtomatik olaraq bu variantlar gedir. Ya cavab D-dir, ya da cavab E variantıdır. İkinci Qarabağ müharibəsi. Qubadlının azad edilməsi ilə Azərbaycan-İran sərhədinin tamamilə ordumuzun nəzarətə keçməsi bu səhv fikir. Çünki Ağbəndlə Azərbaycan-İran sərhədi tam nəzarətimizə keçdi. Əslində Qubadlının azad edilməsi ikinci Qarabağ müharibəsidir. Amma fikir səhvdir burada. Ağbənd qəsəbəsinin azad edilməsi ilə 22 oktyabrda Azərbaycan ordusu bütün İran sərhədindən nəzarətə keçirdi. Səhvdir burada. Xankəndi şəhərində Azərbaycan dövlət bayrağının ucaldılması bu antiterror əməliyyatından sonraya aiddir. 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Başkomandan İlham Əliyev orada bayraq qaldırıb. Təbii ki, bu da Vətən müharibəsinə aid deyil, ondan sonraki dövrə aiddir. Suqovuşanın azad edilməsi 2020-ci il oktyabr ayının 3-dədir. Bu təbii ki, 2-ci Qarabağ müharibəsinə aiddir. Cavab oldu 1BC, 2C, yəni D variantı. Üzrlü hesab edin. Keçək növbəti suala. – 19-cu sual və 20-ci sual. Müvafiq olaraq Azərbaycan Respublikasının prezidentləri Heydər Əliyev və İlham Əliyevin ilk xarici səfəri. Heydər Əliyevin ilk xarici səfəri 1993-cü dekabrında Fransaya olub. İlham Əliyevin ilk xarici səfəri isə 2003-cü ilin dekabrında Cenevrəyə, yəni İsveçrənin şəhərinə olub. Cavab olacaq burada C variantı. 20-ci sual. 1991-ci ildə olmayan hadisələri müəyyən edin. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə 1991-ci ilin avqust ayının 30-udur. Bu aiddir. Çıxartdıq bunu. Azərbaycan Komünist Partiyasının buraxılması 1991-in 14 sentyabrıdır. Bu da 91-dir. Bunu da çıxartdıq. Müstəqil Dövlətlər Birliyinin yaradılması 1991-in 8 dekabrıdır. Brest müqaviləsi ilə. Bunu da çıxartdıq. Prezident vəzifəsinin təsis edilməsi 1990-cı ilin may ayıdır. Bu 91 deyil. Azərbaycan Respublikasının müstəqilliyinin Rumıniya tərəfindən tanınması. Biz bilirik ki, Azərbaycan Respublikasının müstəqil ikinci tanıyan dövlət Rumıniyadır. Türkiyə noyabrın 9-da, ondan sonra Rumıniya. İkisi 91-ci tanıyıblar. Bu da 91-ci ildir. Buna çıxartdıq buradan. Cavab burada yalnız 4-dür. Yəni D variantıdır. Yəqin ki, aydın oldu. Keçək digər sualın izahına. 21-ci sual. Hadisə nəticə əlaqələri yanlış verildi. Bəndi müəyyən edək. Şuşa bəyannaməsi Qars müqaviləsinə sadiqliyi təsdiq edirdi. Bu doğru cavabdır. ATƏT-in Budapeşt samitində Minsk qrupunun həmsədrlər təsisatı yaradıldı. Bu da doğru cavabdır. 2020-ci il Münhen konferansında Ermənistanın iddiaları ifşa edildi. Bu da doğru cavabdır. 2023-cü il Brüssel görüşündə Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanıdı. Bu da doğru cavabdır. 1996-cı ilin Lissabon samitində 907-ci yarışın hər il dayandırılması haqqında bəyanat, belə bir şey yoxdur. Bu səhv fikirdir. Cavab oldu Y variantı. 907-ci yarışın hər il dayanması haqqında razılaşma Ulu Öndər Heydər Əliyevin ikinci prezidentlik dövründə ABŞ-la aparılan danışıqlar nəticəsindədir. Yəni kitabda konkret ili verilmir. Yəni 90-cı illərin ikinci yarısına aiddir. 22-ci sual. 2002-ci il, 2009-cu il. Ortaq cəhətlədir. Azərbaycan Respublikasının Konstitusiyasına ilk düzəliş 2002-dir, ikinci düzəliş 2009-dur, üçüncü düzəliş 2016-cı ildir. Demək, burada olacaq Konstitusiyaya referendumdan əlavə və dəyişikliklərlə bağlı referendum keçirilməsi. Olacaq D variantı. 23-cü sual və 24-cü suallar. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının xarici siyasəti üçün xarakterlikdir. Daşaltı əməliyyatı uğurla keçirilməyib. Bu heç xarici siyasət də deyil. Uğurla keçirilsəydi belə, getdi. NATO'nun Şimali Atlantik Əməkdaşlıq Şurasına Azərbaycan qoşulub 1992-ci ildə. Bu aiddir xarici siyasətə. Xocalı Ədalət Beynəlxalq kampaniyası 2008-ci ildə keçirildi. Bu birinci Qarabağ müharibəsinə aid deyil. Onda 2008-də start götürüb. Dağlıq Qarabağ münaqişəsinin ATƏM-də müzakirəyə çıxarılması, bəli, bu da birinci Qarabağ müharibəsinə aiddir. Cavab olacaq burada 2 və 4. Digər bir suala baxaq. 24-cü sual. İkinci Qarabağ müharibəsinə aid doğru bəndləri müəyyən edin. Şuşaya əsas hücum Hadrutdan Qırmızı Bazar yolundan olmadı. Dağ yolu ilə kəsilməz meşələşlərlə oldu. Bir səhvdir. Yalançı hədəf kimi istifadə edilən təyyarələr vasitəsilə Azərbaycan Respublikasının ordusu düşmənin hədəflərini,
o obyektlərini, müdafiə sistemlərini aşkara çıxarıb məhv elədi. Bu doğru fikirdir. 3. Azərbaycan ordusu tərəfindən BMT-nin icra edilməyən qətnamələri icra olundu. Bu da doğru fikirdir. 2-3. Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı Ermənistana dəstək vermədi. Çünki onlar dedilər ki, Azərbaycan ərazisində müharibə gedir, biz kömək edə bilmərik sənə. 4 səhvdir. Düşmən tərəfindən Gəncədə yaşayan hərbi obyektlər yox, mülki əhali hədəfə alındı. 5 də səhvdir. Cavab oldu burada 2 və 3. Doğru cavab 2 və 3 kimi müəyyənləşdirdik. Keçək 25-ci suala. 25 və 26-cı suala baxaq. Xəritə sxemdə nə yazır? Verilmiş ərazilərlə bağlı doğru fikirləri müəyyənləşdirək. Xəritəni görürsünüz. Xəritədə bir ərazi, bura Laçındır, bura Ağdamdır. 93-cü ildə ermənilər tərəfindən işğal edilməsi səhvdir, oxşar cəhətdir. Çünki Laçın 92-də işğal edilib. Aprel döyüşləri zamanı ərazilərin bir hissəsi edilmişdi, bu da səhv fikirdir. Ərazilərində Elçin orta əsrlər abidələri aşkar. Bu doğru fikirdir. Laçında Oğlan məbədi var, Alban memarlığı Elçin orta əsrlərə aiddir. Ağdamda Gavurqala var. Bu da Elçin orta əsrlər memarlığıdır. Yəni ikisində də var. 2020 noyabrında üstərəfli bəyanatdan sonra işğaldan azad edilmişdi. Bu doğru fikirdir. Laçın 2020-ci ilin dekabrın 1-də düşmən tərəfindən geri qaytarılıb. Ağdamdan da düşmənin çıxması 2020 noyabrın 20-sidir. Yəni üstərəfli bəyanatdan sonra bunlar geri qaytarılıblar. 3-4 tapmışıq. Ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi Ağdamdadır. Laçında yoxdur. 5-də çıxardıq. Cavab oldu 3-4. Doğru cavablar oldu 3 və 4. 26-cı sual. Xronoloji ardıcılığı müəyyən eləyək. Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul olunması 1992-ci ilin fevralında. Kitab-ı Pedaqoqi Dastanının 1300 illiyi 2000-ci ildə keçirilib. İpək yolunun bərpası üzrə Bakı bəyannaməsi 1998-ci ilin sentyabrında Bakıda keçirilib. Şimal kəmərinin, yəni Bakı Novorosisk kəmərinin istifadəyə verilməsi 1997-ci ildir. Cavab oldu burada 1, 4, 3, 2. 27-ci sual. Heydər Əliyevin Demokratik Dövlət Quruculuğunun fəaliyyəti. Demokratik Dövlət Quruculuğunun ikinci mərhələsi 1993-dən 95-ə kimidir. 93-ün iyun 15-dən 95-in 12 noyabrına qədər, konstitusiyanın qəbul olunmasına qədər. Üçüncü mərhələ isə 1995-dən 2003-cü ilə qədərdir. Yəni, konstitusiyanın qəbul olunmasından Ulu Öndərin vəfatına qədər. Baxaq indi. Hakimlərin xüsusi imtahan verilməsi təcrübəsi ilk dəfə həyata keçirilib 2000-ci ildə. Bu aiddir hansı mərhələyə? İkinci mərhələyə. Ay qoyuruq bura. Sədərək Dizi Körpüsü 1992-də açılıb. Bu heç birinə getmir. Konstitusiya Komissiyasının yaradılması 95-in iyun ayındadır. 95-in noyabrına kimi ikinci mərhələ olub. Ona görə bu aiddir ikinci mərhələyə. Senzuranın ləğv edilməsi 1998-ci ildir. Avtomatik bilirik ki, bu aiddir üçüncü mərhələyə. Xidmət müəssisələrinin özəlləşdirilməsinə başlanılması belə məsələ yoxdur, bu illərə aiddir. Cavab oldu 1C, 2A, D. Test suallarının yekunlaşdırdıq burada. İndi isə situasiya suallarına nəzər yetirək. Əziz və dəyərli izləyicilərim, situasiya sualında Heydər Əliyevin demək İstanbul samitində Cənubi Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktı təşəbbüsü ilə çıxış eləməsindən danışır. Sual 1 nədir? Mənbədə bəhs edilən zirvə görüşünün keçirildiyi şəhər İstanbul şəhəridir, İstanbul samitidir. İkinci sual. Mənbədə bəhs olunan zirvə toplantısında iqtisadi sahədə ölkəmiz üçün qəbul edilmiş mühüm qərar nə idi? Mühüm qərar burada nə idi? Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında saziş imzalandı. Bu həmin o İstanbul samitində imzalandı. 30-cu sual. Mənbədə bəhs edilən ölkə rəhbərinin ikinci prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasətinə aid 2 tədbir. Bəhs edilən prezident Ulu Öndər Heydər Əliyevdir. İkinci prezidentliyi dövrü 1998-2003-dür. Onun dövründə Azərbaycan Avropa Şurasına üzv qəbul oldu 2001-də. Bundan başqa Azərbaycan NATO-nun assosiativləşdirilmiş üzvlüyünə qəbul olundu 2002-ci ildə. Bundan başqa Heydər Əliyevin ikinci prezidentliyi dövründə Azərbaycanın demək ABŞ-nin Azərbaycana tətbiq etdiyi 907-ci düzəliş hər il təxirə salınması haqqında razılıq əldə olundu. 3 dənə tədbir dedim, qalan məsələləri də siz şərhlərdən yaza bilərsiniz.
Diqqətinizə görə minnətdaram. Çox sağ olun.